Isaac Newton'un hayatı. Isaac Newton 1643. yılın yanvarın 4'ünde İngiltere Wolfstor kendinde adam olmuştur. O tarihin en büyük alimlerinden biri. Tarihin en büyük alimlerinden biri. Uzun video. Başladı. Başlayayım. Sesim geldi başta. O tarihte en büyük alimlerden biri. Tarihin en büyük alimlerinden biri hesap edilir. Fizika, reziyat ve astronomiya sahelerinde ettiği keşiflerle elimle büyük töhfeler vermiştir. Newton'un dünyaya gelmezden evvel atası vefat etmişti. Anası ise sonradan yeniden aile kurdu. Buna göre Isaac uşaqlıq illerinden bir hissesini nəvəsinin yanında kesildi. O məktəbdə çalışkan şagirdidir ve xüsusi elmə ve böyük maraq göstərdi. 1661. yılda University of Cambridge'de təhsil almaya başladı. Burada reziyat, fizika ve astronomiya sahələrini öğrendi. Üniversitet bağlandığı zaman o kəndə qayıtdı ve en mühüm elmi fikirlerinin bir hissesi həmin dövrdə inkişaf etdi. Rivayete göre bir gün ağacdan alma düştüğünü görərkən cisimlerin yere niye düştüğü hakkında düşünmeye başladı. Bu düşünceler sonradan onun meşhur cazibe kanunu yaratmasına kömək etdi. Newton gösterdi ki yer üzerindeki ve göydeki cisimler yer tabiat kanunlarına tabidir. Newton'un en büyük nailiyetlerinden biri hareketin üç kanununu yaratmasıdır. Bu kanunlar muasir fizikanın esasını teşkil edir. O hemçinin ümumdünya cazibe kanunu ileri sürdü ve planetlerin hareketini izah etti. Riyaziyyat sayəsində də böyük uğurlar qazanan Newton diferensial və integral hesabının yaradıcılarından biri hesab olunur. Onun işləri sonraki alimlərin inkişafına böyük təsir göstərmişdir. 1668-ci ildə o ilk uğurlu əks etdirici teleskoplarından birini hazırladı. Bu teleskop astronomiya sahəsində mühüm yenilik sayılırdı. O ışığın rənglərdən ibarət olduğunu sübut edən təcrübələr də aparmışdı. 1687-ci ildə Newton ən məşhur əsəri olan Pullae Naturals Principia Mathematica nəşr olundu. Bu kitab elm tarixinin ən mühüm kitablarından biri hesab edilir. Burada hərəkət qanunları cazibə qanunu izah edilmişdir. 1705-ci ildə İngiltərədə kraliçası tərəfindən ona sir titulu verildi. Beləliklə o cəngavər elan edildi və böyük hörmət qazandı. Isaac Newton 1727-ci ildə martın 31-də vəfat etdi. O Westminster Abbeydə dəfn olunmuşdu. Newton kəşfləri bu gün də fizika və riyaziyyatın əsasını təşkil edir. O tarixdə ən dahi alimlərdən biri kimi xatırlanır.